Heç onlar söhbət eləməyə vaxt olmadı axı. Çıxdılar, getdilər Balensiya. Ancaq onu bildik ki, qaz yığılmışmış, indi partlayıb. Sumqayıtda dəhşətli partlayış hadisəsi qeydə alınıb. Hadisə 47-ci məhəllə 2 saylı binanın 7-ci mərtəbəsində, yəni hazırda dayandığım bu ünvanda qeydə alınıb. Belə ki, mənzilin pəncərələri qırılaraq həyətə düşüb və qeyd edim ki, qonşuların verdiyi məlumata görə hadisə nəticəsində mənzildə olan usta və ev sahibinin oğlu ağır yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Xəstəxanadan isə verilən məlumata görə hər ikisinin vəziyyəti orta ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır. Partlayış nəticəsində mənzildə olan 32 yaşlı Elçin Verdiyev və 53 yaşlı usta İxtiyar İxtiyarov xəsarət alıb. Onlar dərhal xəstəxanaya çatdırılıblar. 12.03.2026-cı il tarixində saat 21:20 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 2 nəfər kişi hospitalizasiya olunub. Pasientlərə baş və boyun nahiyəsinin termiki, kimyəvi yanıqları, yuxarı ətraf və çiyin qurşağı nahiyəsinin termiki və kimyəvi yanıqları, həmçinin tənəffüs yollarının termiki və kimyəvi yanıqları diaqnozları təyin edilib. Zəruri tibbi xidmətlər göstərilən hər iki şəxs daha ixtisaslı tibbi xidmət almaq üçün Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən yanıq mərkəzinə təxliyə olunub. Qonşuların verdiyi məlumata görə mənzil sahibinin oğlu özü üçün toy etmək məqsədi ilə evini təmir etdirirmiş. Mənzildə olan usta da ehtimal edilir ki, texniki səhvə yol verib və partlayışa səbəb olub. Bax, hadisə nə vaxt baş verdi, necə oldu, xəsarət alan varmı, ətraflı məlumat verildi, necə baş verib hadisə? Saat 7 radələrində bu belədə. İçəridə olublar bir yerdə. Bir də onda eşitdik ki, partlayış səsi var. Çıxdıq balqona, gördük ki, aynəbənd yerdədir, həyətdədir. Soruşmaq istədik ki, görək nədir, nə deyil. Oğlunun, ev yiyəsinin oğlunun qolu yanmışdı, əli yanmışdı. Onu götürdülər, apardılar skor pomuşuna və travmatologiya. Skoru gəlmədi. Qonşunun maşinini apardılar. Apardılar travmatologiya. Sonra da xəbər çıxdı ki, oradan da Nərimanova Balensiya aparıblar. Ancaq qabaq aynəbətdə yerindən tərpənib, arxa aynəbətdə düşüb. Ölüm itim olmayıb. Usta da olub orada. Usta da olub orada. Xəsarət alıb. Ustanın da əli yanıb, biləyi yanıb. Əsas səbəb kimi nə göstərir, nədən olub hadisə? Mən bilmərəm elə şey. Eşitdinizmi kombidən falan, yəni belə bir söz eşitdinizmi? Yox, yalançı olaram. Heç onlar söhbət eləməyə vaxt olmadı axı. Çıxdılar, getdilər Balensiya. Ancaq onu bildik ki, qaz yığılmışmış, indi partlayıb. Nə tər olub partlayıb, mən orada olmamışam, görməmişəm. Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır. Nizami Rəsulov, Fərad Ələkbərli, xüsusi olaraq Denas TV üçün.